Daban şporu və daban mahmızı. Əgər sən də bu problemlə əziyyət çəkirsənsə, deməli bu video sənin üçündür. Mütləq videonun sonuna qədər izləyirsən və ətrafında bu problemlə əziyyət çəkən dostun, tanışın varsa, mütləq olaraq videonu dostuna da göndərirsən. Ümumiyyətlə, daban mahmızı nədən əmələ gəlir? Onu aradan qaldırmaq üçün nə etmək lazımdır? Bu haqda danışacağım. Baxın, daban mahmızı, daban şporu ən çox kök insanlarda biruzə verir. Çəkisi çox olan insanlarda, orqanizmdə illərlə, aylarla osteoxondrozdan, duzlaşmadan əziyyət çəkən insanlarda baş verir və duzun çıxa biləcəyi, demək olar ki, insanın hər bir yerində, hər bir belə deyə, əlində, ayağında, bədən hər hansı nahiyəsində, boyunda, çiyində duz yığıntısı olur. Və müxtəlif formada, yavaş-yavaş, məsələn, bir gün qolunuz ağrıya bilər, bir gün ayağınız ağrıya bilər, bir gün boynunuz yavaş-yavaş gəlir, ən sonunda dabanda yığılır. Bu duz yığıntısının çıxacaq bir yeri olmadığı üçün şpor əmələ gəlir və şpor nəticəsində nə olur? Şiddətli ağrılar olur və insanlar hətta gəzmək belə istəmir, ayağını yeri belə qoymaq istəmir. Bunu aradan qaldırmaq üçün sadəcə bir gel göstərəcəm sizə. Onu istifadə etməklə aradan qaldıra bilərsiniz. Baxın, Afleksin gel. Həkimə getməyə ehtiyac yoxdur, dabanınıza iğnələr vurdurmağa ehtiyac yoxdur. Onun tərkibində glukozamin, xondroitin var, hansı ki osteoxondrozu götürür, duzlaşmanı aradan götürür ki, siz onu dabanınıza istifadə etməklə orada olan duzu parçalaya bilərsiniz, ağrını, şiddətli ağrıları aradan qaldıra bilərsiniz. Bütün aptek şəbəkələrində mövcud olan bir məhsuldur, yəni rahatlıqla tapacaqsınız, alırsınız, gün ərzində 3-4 dəfə istifadə etməklə və təbii ki, onu çəkdikdən sonra mütləq olaraq həmən yeri isti saxlamaq lazımdır. Nə ilənsə mütləq olaraq bağlayın, yəni açıq saxlamayın. Açıq saxlasanız siz effekt almayacaqsınız. Ümumiyyətlə, hansısa bir ağrı kəsici mazlardan danışanda mən həmişə dəfələrlə deyirəm ki, mütləq olaraq həmən yeri isti bağlamaq lazımdır. Açıq saxladığınız zaman qəti surətdə effekt almayacaqsınız. Alırsınız, istifadə edirsiniz və təbii ki, effektini görürsünüz və təbii ki, mənə təşəkkür üçün də səhifəmə abunə olub ürəyi qızardırsınız.